Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Sərdar Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sərdar Səfərova general-mayor ali hərbi rütbəsi verilib. Qeyd edək ki, daha öncə polis general-mayoru olan Sərdar Səfərov 2023-cü ildə Xankəndi şəhərinə komendant təyin edilmişdi. Gələn il Azərbaycanda vətəndaşların pensiyalarında artımlar olacaq. Bu barədə Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü millət vəkili Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Artımlar əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Bura yaşa və əlilliyə görə əmək pensiyası, eyni zamanda ailə başçısını itirməyə görə əmək pensiyası növləri daxildir. Millət vəkili onu da qeyd edib ki, vətəndaşlarımızın pensiya kapitalı 6% indeksləşdirilib artırıla bilər. 2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur. Bu barədə trendə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev məlumat verib. Qeyd edək ki, hazırda müharibə veteranlarına verilən təqaüdün məbləği 80 manat təşkil edir. Görkəmli ədib Cəlil Məmmədquluzadənin Tiflisdəki barelyefi vandalizmə məruz qalıb. Belə ki, ədibin Beski küçəsində yerləşən ev muzeyinin fasadındakı lövhədə Azərbaycanın sözü markerlə silinərək oxunmaz hala gətirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, məsələ nəzarətə götürülərək yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq. Ermənistan parlamenti kilsəyə məxsus Şoqakat telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Sputnikin məlumatına görə bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə bağlıdır. Yeni qərara əsasən kilsəyə və bəzi ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətlə az yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.